Salam dəyərli yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizlə ədəbiyyat fənni üzrə şifahi xalq ədəbiyyatı mövzusundan 10 dəqiqə ərzində qısa sual-cavab videosu hazırlamışıq. Onu təqdim eləyəcəyik və ümid edirik ki, bu sual-cavabdan sonra bu mövzuda sizə qaranlıq qalan, çətinlik çəkdiyiniz bir çox məqamlar aydın olacaq. Gəlin, çox da vaxt itirmədən keçək sual-cavab videomuza. İlk sualımız belədir. Şifahi xalq ədəbiyyatına əlavə başqa nə deyilir? Folklor. Şifahi xalq ədəbiyyatına həm də nə deyilir? Folklor deyilir. İkinci sual. Folklor termininin sözünün mənası nədir? İngiliscə folk, xalq, lore isə bilik, hikmət. Yəni, xalq müdrikliyi deməkdir folklor. Üçüncü sual. Şifahi xalq ədəbiyyatında geniş bədii əksini tapmışdır. Nə? Xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti. Yəni, folklorumuzda, şifahi xalq ədəbiyyatımızda öz əksini tapan məqamlar bunlardır. Dördüncü sual. Azərbaycan folklorunun həyatı əks etdirmə üslub baxımından hansı növləri var? Aşağıdakı növləri vardır. Lirik, epik və dramatik növlər. Lirik və epik folklor nümunələri dramatikaya nisbətən daha geniş yayılmışdır. Yəni, lirik nümunələrimiz, epik nümunələrimiz dramatik növdə olan janrlardan daha çox üstünlük təşkil edir və daha geniş əhatə dairəsinə sahibdir. Növbəti 6-cı sual. Həyatı tərənnüm və təsvir yolu ilə əksləşdirən ədəbi növümüz hansıdır? Lirik növ. Lirik növə hansı janrlar daxildir? Birincisi, nəğmələr. Hansılardır? Əmək nəğmələri, holavarlar, sayıcı sözləri, mövsüm, mərasim nəğmələri, toy və yas nəğmələri, məişət nəğmələri, laylalar və oxşamalar. Daha sonra qəhrəmanlıq nəğmələri. Bir də digər janrları bayatılar və mahnılardır. Belə ümumiləşdirək, lirik növün 3 janrı var. Nəğmələr, bayatılar, mahnılar. Nəğmələr isə özlüyündə bölünür bu qruplara. Əmək nəğmələrinə, mövsüm nəğmələrinə, mərasim nəğmələrinə və məişət, bir də ki, qəhrəmanlıq nəğmələrinə. Bunu da yadda saxlayaq. Bəs 8-ci sualda belədir. Şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur. Hansı janrlar? Əlbəttə ki, nəğmələrimizin, daha da dəqiqləşdirsək, əmək nəğmələrimizin holavar və sayıcı sözləri. Növbəti 9-cu sual. Holavarlar necə, nə ilə bağlı nəğmələrdir? Əkinçiliklə. Bəs sayıcı sözləri nə ilə bağlıdır? Heyvandarlıqla, qoyunçuluqla. Bunu da qarışdırmayaq. Bəzən test zamanı bir çoxlarımız bunları qarışdırır. Əkinçi, cütçü öz ağır əməyini yüngülləşdirmək üçün nələrdən istifadə edir? Müəyyən ritmi, ahəngi olan nəğmələrdən. Bunlar da necə nəğmələrdir? Holavarlar. Əvvəldə qeydlədiyimiz kimi. Növbəti 12-ci sualımız. Cütçü əkin-biçin zamanı səsləndirərək öküzə müraciət edir. İş prosesində ona güvəndiyindən söz açır. Bu harda öz əksini tapır? Əlbəttə ki, holavarlarda. Bəs 13-cü sualımız da belədir. Yəni, verilmiş nümunənin janrı nədir? Oxuyan zaman bunu biz artıq müəyyən eləyəcəyik. Öküz, öküz, xan öküz, dırnaqları qan öküz. Sən çotana güc elə, mən də deyim can öküz. Yəni, bildirik ki, bu əkinçiliklə bağlı olduğu üçün, şumlamaq, əkin, biçim bununla bağlı olduğu üçün olacaq nə? Holavar. Növbəti 14-cü sual. Saat sözlərində böyük əhəmiyyət göstərilir nəyə? Kəndli həyatını qoyunçuluqdan daha çox buna, yəni qoyunçuluğun əhəmiyyəti bu sayıcı sözlərində
öz əksini əhəmiyyətli şəkildə göstərir. Növbəti 15-ci sual tapşırığımız ailəsinin rifahını təmin edən qoyuna müraciət edir. Onun xeyir, bərəkət gətirməsindən rəğbətlə danışır. Kim? Əlbəttə ki, çoban. Biz qoyunçuluqdan sayət sözlərlə danışırıqsa, əlbəttə ki, biz çobanları unutmamalıyıq. İndi bir şeir nümunəsi veriləcək növbəti sualda. Onun janrı müəyyənləyəcəyik. Nənəm al-nazlı qoyun, qırqovul gözlü qoyun, pendiri kəsmə-kəsmə, qatığı üzlü qoyun. Görürsünüz ki, bu qoyunçuluqla bağlıdır, yəni sayət sözüdür. Cavab da elə budur. Növbəti 17-ci sualımız ilin müxtəlif fəsilləri ilə bağlı olub, yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Nələr? Mövsüm nəğmələri. Növbəti 18-ci sual. Günəşi çağırmaq məqsədi ilə hansı nəğmə ifa olunur? Günçıq nəğməsi. 19-cu sualda belədir. Bu nəğmə uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasimdə ifa olunur. Bu hansıdır? Əlbəttə ki, qodu-qodu nəğməsi. Və bunların hər ikisi, yəni günçıq və qodu-qodu nəğməsi də necə nəğmələrdir? Mövsüm nəğmələri. İlin müxtəlif fəsilləri ilə bağlı olan nəğmələrimizdir. Və növbəti sualda belədir. İl quralıq keçəndə isə yağış çağırma mərasimi qurular, nəğmələr oxunardı. Təbii ki, bizim bu xalqımızın milli, mənəvi keçmişi ilə bağlı olan məqamlardır. Biz də bunu folklor nümunəmizdə görürük. Növbəti sual. Yazın gəlişi ilə el bayramına çevrilir. El şənliklərində nə oxunurdu? Əlbəttə ki, Novruzla bağlı nəğmələr. Bəli. 22-ci sualımız. Xalqın məişəti güzəranı ilə bağlı olan nələr? Mərasim nəğmələri qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifa olunurdu. Bunu da yadda saxlayaq. Növbəti 23-cü tapşırıq sualımız. Xalqımızın ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır. Yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur. Nələrdə? Əlbəttə ki, toy nəğmələrində. Və bir nümunə veriləcək növbəti tapşırıqda onun janrını müəyyən eləyəcəyik. Zülf töküb üzə dilbər, çıxıbdır düzə dilbər. Duvaq salın özünə, gəlməsin gözə dilbər. Bu nədir? Əlbəttə ki, toylarda ifa olunan toy nəğmələri. Növbəti 25-ci sual. Mərasim nəğmələrinin bir növü olan insan ölümü faciəsi ilə bağlı olan nələrdir? Nəğmələrdir. 26-cı sualımız. Bu nəğmələrdə yaxın doğma adamların ölümündən doğan dərin kədər, qəm hissləri ifa olunur. Nələrdə? Ağlarda. Bunlar da əlbəttə ki, yas nəğmələridir. Və bir nümunə də veririk ağı ilə bağlı. Buna da baxaq. Ağlaram ağlar kimi, dərdim var dağlar kimi. Xəzal ollam tökülləm, viranə bağlar kimi. Bu da bir ağı nümunəsidir. Çox maraqlı və kövrək notlar. Bəs növbəti sualımız belədir. Məişət nəğmələrinə aiddir nələr? Laylalar və oxşamalar. Uşaqlıqdan çox eşitmişik bunları. 29-cu sualımız. Ananın körpəsinə məhəbbəti övladının gələcəyi ilə bağlı ümid və arzuları öz əksini tapır. Nələrdə? Layla və oxşamalarda. Növbəti 30-cu sual tapşırığımız şeirdir. Layla dedim yatasan, qızıl gülə batasan. Qızıl gülün içində şirin yuxu tapasan. Balan layla alayla, körpəm layla alayla. Bu da elə şeirin özündə də deyildiyi kimi nəyə aid bir nümunədir? Laylalara aid bir nümunədir. Əziz yoldaşlar, videomuz uzun olmasın deyə biz videomuzu burada sonlandıracağıq. İnşallah növbəti günlərdə videonun davamını çəkib sizə qalan sualları da onların cavabları ilə birlikdə təqdim edəcəyik. Hələlik çox sağ olun. İzlədiyiniz üçün təşəkkür edirik.